Ermənistanda Azərbaycanlı və ya türk sözləri təhqir kimi işlədilir. Bu, erməni cəmiyyətindəki əsas düşüncə haqqında çox şey deyir. Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev Arab News nəşrinə müsahibəsində bu fikri səsləndirib. Hikmət Hacıyev həmçinin The New York Times nəşrinə açıq məktub ünvanlayıb. Qarabağ ermənilərinin blokadada saxlanılması iddiaları tamamilə əsassızdır. Ona görə ki, Azərbaycanın təklifi birdən çox yolun olmasıdır və mühüm yollardan biri də Ağdam-Xankəndi yoludur. Bu, inteqrasiyanı təmin edəcək. Həmçinin Azərbaycanın Xankəndinə birbaşa çıxışı və Qarabağ erməniləri ilə birbaşa əlaqəsi olacaq. Azərbaycanın əsas yol sistemindən istifadə şansını əldə edəcəklər. Amma təəssüflər olsun ki, Azərbaycanın həmin ərazilərində mövcud olan, Ermənistana tabe olan marionat rejiminin başında duranlar humanitar vəziyyətdən öz mənafeləri üçün istifadə edirlər. Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının nüfuzlu Arab News ingilis dilli qəzetinə müsahibəsində erməni təbliğatının yalan üzərində qurulduğunu diqqətə çatdırıb. Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın bütün mədəni, dini və hətta bəşəri irsinin bütün elementlərini məhv edib. Bəzi beynəlxalq medianın Ermənistanın siyasi təbliğatının tələsinə düşməsinə təəssüflənirəm. Niyə ermənilər onun Azərbaycana gətirilməsinə qarşıdırlar? Siz mənə etnik nifrət haqqında sual verirsiniz. Bəs bu nədir? Unun ki, milliyyəti yoxdur. Hər kəsin istifadə edə biləcəyi qidadır. Bəs niyə bundan imtina edirlər? Hikmət Hacıyev onda deyib ki, Azərbaycan sülh müqaviləsi imzalamaq, regionda qarşıdurma və zülmlərdən ibarət səhifəni çevirmək istəyir. Lakin bu məsələdə Ermənistan da rol oynamalıdır. Onlar bu reallığı nə qədər tez başa düşsələr, hamı üçün bir o qədər yaxşı olar. Hikmət Hacıyev həmçinin The New York Times nəşrinə açıq məktub ünvanlayıb. The New York Times-da daxil olmaqla bu məqalələrin hamısını yoxlayarkən belə təəssürat yaranır ki, onların hamısı eyni hökumət qurumunda, erməni lobbisi və hökuməti tərəfindən maliyyələşdirilən PR şirkətində tərtib edilib deyə məktubda qeyd olunur. Rüstəm Mikayılzadə, Orxan Qayıbov, Əntiqə Fərəcova, ASTV Xəbər.